nə baş verir? Məsələnin həm siyasi, həm də daha çox hərbi tərəflərini müzakirə edəcəyik. Hərbi ekspert Ramil Məmmədli bugün studiyamızın qonağıdır. Ramil bəy, buyurun, xoş gəlmişsiniz. Xoşunuz olsun. Hər vaxtınız xeyir, təşəkkür edirəm. Ramil bəy, biz ilk olaraq təbii ki, Berlindən danışacağıq. Çünki elə xahiş edirəm həmin görüntüləri təkrar verək, canlı kadrlarda izləyək. Ola bilər ki, həmin elə kadrların gedişatı zamanı da hansısa bir hadisənin şahidi ola bilərik. Berlindən hansısa açıqlamanın şahidi ola bilərik. Eyni zamanda dediyim kimi xəbərləri də izləyirik. Sizinlə təbii ki, hərbi tərəfləri bizə maraqlıdır. Amma bir də siz proseslərin uzun müddətdir ki, içində siz izləyirsiniz, təhlil edirsiniz. Bu Berlin görüşü bir yekun nəticə əldə etmək üçün effektiv görüş hesab olunurmu, yoxsa Birləşmiş Ştatların Zelenskiyə növbəti təzyiqi kimi mi qiymətləndirilməlidir? Sizin mövqeyiniz nədir? Hansı nəticəni gözləyirsiniz bugün Berlindən? Çox sağ olun, bir daha təşəkkür edirəm. Ümumiyyətlə, Berlin sammiti və yaxud da Berlin görüşündə müzakirə olunacaq, Ukrayna ilə bağlı müzakirə olunacaq məsələlər Ukrayna-Rusiya müharibəsinin bitməsi üçün Rusiya ilə, yəni rəsmi Moskva ilə danışıqlar prosesinin aparılması deyil. Bu aparılması ilə bağlı Ukraynanı razı salmaqdır və həmin o danışıqlar predmeti olacaq sənəddə yer alan bəndlərin, maddələrin müzakirəsidir. Yəni, belə demək daha doğrudur ki, daha doğru olar, Berlin görüşü Qərbin öz arasında bu münaqişənin həlli ilə bağlı razılaşma platformasıdır. Birinci, onlar özləri razılaşmalıdırlar. Çünki bilirsiniz, Zelenskinin də Qərb ölkələrinin rəhbərlərinə, xüsusən də Amerika Birləşmiş Ştatlarına rəhbərliyinə deyəcəyi və dediyi sözlər var. Baxmayaraq ki, Ukraynanın sonraki Zelenski dövrü, daha doğrusu 2014-cü ildən, 13-cü ildən sonraki siyasi hakimiyyəti Washington, London razılaşmaları əsasında fəaliyyət göstərir, reallaşır. Amma buna baxmayaraq hansısa bir fikir azadlığı da var, yəni müzakirələrdə. Bu baxımdan demək istəyirəm ki, Zelenskinin də deyəcəkləri var və dedikləri var ki, Ukraynanı ön cəhbə, Rusiya ilə ön cəhbə formasına gətirib salmaqla bizi növbəti dəfə qurban vermək niyyətinizə imkan verməyəcək. Yəni, bu münaqişənin həlli Zelenskinin artıq hakimiyyəti müzakirə mövzusu deyil. Yəni, prezident olacaq, qalacaq, qalmayacaq. Bu artıq müzakirə mövzusu deyil. Bu, Ukraynanın faktiki olaraq mövcud olub olmamasının əsas müzakirə mövzusudur. Yəni, faktiki olaraq, əgər Qərb, deyək ki, Ukraynanın Rusiya qarşısında bütün öhdəlikləri, demək olar ki, böyük hissəsini imza atmasına razı salarsa, faktiki olaraq Ukrayna özünün dövlət olaraq normal fəaliyyətini məhdudlaşdıracaq. Yəni, bir daha normal, bir daha inkişaf etmiş formasını deyim. Təbii ki, Ukrayna, Yaponiya deyil. Yəni, 2-ci Dünya müharibəsindən sonra Yaponiyanın düşdüyü vəziyyət, hərbi və hərbi-siyasi vəziyyət bu gün də göz qabağındadır. Yəni, dünyanın böyük dövlətləri, Amerika və Rusiya, SSR-i həmin dövrdə Yaponiyanı tərk-i silah etdilər. Burada isə vəziyyət fərqlidir. Amerika deyir ki, sən bu münaqişəni bitmək üçün bir hə deməlisən. Niyə bu təzyiqlər Rusiyaya olunmur? Axı, işğalı Rusiya başlatmışdı. Bu iki dövlət arasında, böyük dövlətlərin rəhbərləri arasında, böyük dövlətlər arasında aparılan müzakirələrdə qarşılıqlı bir-birinə söylənən fikirlər var. Və eyni formada da Rusiya Amerikaya deyir ki, Avropanın mərkəzində Belqradı bombalayırdın, şəhərin mərkəz hissəsini. Niyə edirdin? Məsələn, belə bir sual verir. Sənin maraqlarına uyğun deyildi, siyasi maraqlarına zidd idi. Sən Serbiyanı, Yugoslaviyanı, belə deyək, öz maraqlarının altına saldın. İraqı niyə bombalayırdın?
və s. Əfqanistana qarşı niyə bu əməliyyatları keçirdi? Yəni, eyni formada bir-birinə deyəcəkləri sözlər var. Bilirsiniz, bəzən müzakirələr aparılır, analitiklər danışır, kim doğrudur, kim düzdür, kim səhvdir. Məsələsi burada tamamilə fərqlidir. Biz görürük ki, heç nə dəyişməyib. Son 100 ildə baş verən proseslər də, proseslərin davamı olaraq, yəni Ukraynada baş verənlər də heç nəyin dəyişmədiyini göstərir. Yəni, ölkələr bir-birinə güzəştə getməklə prosesi idarə edirlər. Mən Bəşər Əsəd Suriyasını... Çox üzr istəyirəm, burada ölkələr bir-birinin ərazisini güzəştə getmirlər. Başqa bir ölkəni bölürlər, onu öz aralarında güzəştə gedirlər. Bu nə dərəcədə doğrudur? Koreya yarımadasını da o formada etdilər. Bu yaxınlarda biz şahidik, müasir dövrdür, bir neçə il bundan əvvəlin prosesləridir. Bu gəlir ədalətsiz bir ifadəyə, güclüyəm, haqlıyam bu deməkdir. Bəşər Əsəd Suriyasının belə deyək, sadə dillə desək, güdaza verdikdən sonra, yəni artıq onun hakimiyyəti prosesini yekunlaşdırdıqdan sonra mən Ukrayna məsələsində Amerikanın mövqeyinin dəyişəcəyini artıq bilirdim. Çünki Aralıq dənizi hövzəsində Suriya Rusiya üçün olduqca vacib məntəqədir, vacib ərazidir və İranla birlikdə həmin istiqamətdə uzun illərdir hərbi və hərbi siyasi fəaliyyət göstərirdilər. Amma buna baxmayaraq Suriya Rusiya tərəfindən güzəştə gedildi və faktiki olaraq bugün Amerika qərb mövqeyləri orada güclənib. Və Ukrayna ilə bağlı məsələ də qarşılıqlı güzəştlər formasındadır. Ukrayna hansı formada, hansı ölkələrin Rusiya qarşısında ön cəhbəsidirsə, həmin ölkələrlə Rusiya danışıqlar aparır. Biz bəyəm gizlin deyil ki artıq, yəni biz görürük. Əgər Rusiya Ukrayna ilə danışıqlar aparırmı? Aparmır. Sadəcə olaraq texniki detallar hansısa formada müzakirə olunur. Cəhbədə baş verən hadisələrlə bağlı və s. əsirlərin dəyişdirilməsi, girovların dəyişdirilməsi ilə bağlı. Məsələnin qlobal şəkildə həlli ilə bağlı Rusiya-Ukrayna arasında bir danışıqlar görmüşükmü bu vaxta qədər? Xeyr, görməmişik. Deməli, danışıqlar kimlə aparılır? Amerika Birləşmiş Ştatları ilə və Qərb düşərgəsi ilə. Amerika Birləşmiş Ştatları da Qərb düşərgəsində Avropada olan müttəfiqlərlə müzakirə edir, sonra öz mövqeyini bildirir. Berlin görüşü də məhz budur. Trumpın nümayəndələri də, Donald Trumpın nümayəndələri də ABŞ prezidentinin oradadır. Müzakirələr aparılacaq, sonra ortaq qərara gəlinəcək. Əgər Ukrayna razıdırsa həmin o müddəalarla artıq Rusiya tərəfinə bu məsələ Rusiya tərəfi bu məsələdə məlumatlandırılır. Politikonun bir iddiası var idi. Mən xahiş eləyəcəm, həmin qrafikanı biz yenidən monitora təqdim edək. Politikonun iddiasını və orada Zelenskinin irəli sürdüyü, yəni Ukrayna tərəfinin irəli sürdüyü şərtlər var idi. Biz bir qədər öncə də onu təqdim etmişdik. Mən xahiş eləyirəm, onu təkrar monitora təqdim edək. Bəli, Ukrayna Donbasda azad iqtisadi zona yaratmağı təklif edir, dedi Politiko və yaxud da bu şayəni ortaya atıb. Həm Ukrayna tərəfinin, həm Rusiya tərəfinin ilə Birləşmiş Ştatların da reaksiyasını öyrənməyə çalışdı, bəlkə də nəbzini ölçməyə çalışdı. Burada diqqət çəkən bir məqam var idi. Ümumiyyətlə, gəlin elə ondan başlayaq ki, Donbas Rusiya üçün də önəmlidir indiki məqamda və geri çəkilməyəcəyik, istər hərbi yolla, istər danışıqlar yolu ilə biz bunu əldə edəcəyik deymişdir Rusiya rəsmiləri. Və indi Zelenski tərəfindən güya irəli sürülmüş, Politikonun iddia etdiyidir, Ukrayna Donbasda azad iqtisadi zona yaratmağı təklif eləyir və deyir ki, orada nəzarət nə bizdə olsun, nə sizdə olsun, Birləşmiş Ştatlar gəlsin, orada nəzarəti həyata keçirsin. Düzdür, konkret olaraq Birləşmiş Ştatların adı vurğulanmır, amma orada vurğulanıb ki, idarə etmə mexanizmi hələ razılaşdırılmayıb. Kimə göndərilir? Birləşmiş Ştatlara. Bu nə deməkdir? Yəqin ki, orada başqa ölkəni gözləmirlər də, ABŞ gəlib orada, nəzarət etsin deyirlər. Jalə xanım, bu müharibə niyə başladı? Mən deyim sizə. Bu müharibə təbii ki, biz məsələnin siyasi tərəfi ilə bağlı heç bir gərginlik yox idi. Yəni, Ukraynanın qərblə yaxınlaşması siyasi baxımdan Avropa ilə, faktiki olaraq qərbi Ukraynada yaşayan insanlar Avropalıdırlar. Yəni, onlar mentalitet olaraq da Avropalıdırlar. Bunu Ukrayna ilə əlaqələri olanlar da bilirlər. Sovet dövründə də eyni, yəni Rovna, Ivanka-Frankovski, Lvov əhalisi ilə Donetski, Luganski, Xerson, Zaporojye əhalisi arasında böyük fərq var idi. Onların mentalitetində də böyük fərq var idi.
Burada əsas məqamlardan biri məhz bu Donbas bölgəsində Mən xahiş Amerika- edəcəm həmin ərazini nümayiş etdirən xəritəmizi də təqdim edək. olduqca vacib məqamdır. Bu Donbas ərazisində Qərbi NATO-ya bağlı olan hərbi birləşmələrin yerləşdirilməsidir. Hərbi birləşmə dedikdə bəziləri elə bilir böyük bir briqadanın, hərbi hissənin yerləşdirilməsi deyil. Bu müşahidə, kəşfiyyat məntəqələri, radiolokasiya sistemləri və radioelektron mübarizə sistemləri və bunlara bağlı olan zenit raket kompleksləri. Və zenit raket kompleksləri artıq 20-ci əsrin belə deyək də gücüdür və yaxud da təhdididir. Belə deməkdir. İndi radioelektron mübarizə avadanlıqları daha təhlükəli hesab olunur. Və radioelektron mübarizə avadanlıqlarının missiyası qarşı tərəfin elektron avadanlıqlarında olan informasiyaları əldə etmək, onları məhv etmək və s. və l. Xarkov şəhərinin sərhəddindən, daha doğrusu Xarkovdan Moskva şəhərinə 800 kilometrdir. Belgorod, orada Xarkovdan biraz sərhədə tərəf Rusiyanın Belgorod şəhəri yerləşir. Sum vilayəti təxminən bu ərazilərdədir. Oradan Moskva şəhərinə 700 kilometrdir. 700 kilometrdir. Bu məsafə adını çəkdiyim avadanlıqlar üçün çox qısa bir məsafədir. Bugün dünyanın heç də böyük olmayan ölkələrinin 1000 kilometr, 1500 kilometr məsafədə, radiusda radioelektron mübarizə apara biləcək və yaxud da radiolokasiya sistemlərinə hava ərazisini öyrənə bilən və s. avadanlıqları var. Və əsas problemlərdən biri məhz həmin ərazilərdə yerləşən Rusiyanın strateji məntəqələrinin və Moskva şəhərinin təhlükəsizlik zolağının deşilməsidir. Yəni, bəzən belə analiz olunur ki, Ukrayna siyasi baxımdan Avropa yönümlü oldu, ona görə xeyr, burada faktor hərbi faktordur. Yəni, proses mərhələli formada. Onu bəhanə edib baxı işğal elədi Ukraynanın ərazilərini. Məsələ bəli, mərhələli şəkildə gedir. Proses mərhələli şəkildə getməyə başladı. Yəni, artıq NATO-ya bağlı olan müəyyən strukturların Ukrayna ərazisində məsləhətləşmələri, proseslərin aparılması başlanıldı və bu müharibənin aktivləşməsinə zəmin yaratdı. 2014-cü ilə qədər bu problem yox idi. Rusiya yalnız kripto bir belə deyək, bir strukturun formalaşmasına çalışırdı, qondarma bir strukturun ki, Kiyevə təzyiq eləsin. Necə ki, uzun illər Qafqaza təzyiq eləyib, Gürcistana təzyiq eləyib, bizə təzyiq eləyib, Ermənistana təzyiq eləyib, Qarabağ kartından istifadə edək. Eyni formada da həm də Krım da bunların tarixi iddiası idi və s. bu məsələni yekunlaşdırmışlar və sərhədlər açıq idi, bir-birlərinə də get-gəl var idi. Yəni, proses var idi. İqtisadi əlaqələr də mövcud idi və s. Prosesin gərginləşmə mərhələsi 2020-2021-ci ildən başladı. Yəni, demək istəyirəm ki, fikrimi izah eləməyə çalışıram yekun olaraq. Demək istəyirəm ki, Donbas bölgəsinin neytral ərazi olaraq, azad zona olaraq və o sənə olaraq təklif edilir rəsmi Kiyev tərəfindən və o təklif Amerikaya göndərilir. Bilirsiniz, bu boyda müharibə 2022-ci ilin fevral ayından. Hələ ondan əvvəlki 2014-cü ildə başlayan müharibə, Krımın tutulması, ilhaq olunması, bunların hamısı da Qaradəniz donanmasını, Qaradəniz hövzəsini öz nəzarətlərində saxlamaq üçün idi Rusiyanın. Burada hərbi faktor var. Və bütün bu müharibədən sonra heç bir formada yenə Rusiya Rostovdakı bir nömrəli həmin bölgə üzrə bir nömrəli radiolokasiya mərkəzinə nəzarət edəcək bir Amerika qərb strukturunun, kəşfiyyat strukturunun orada formalaşmasına imkan verə bilməz. Bilirsiniz, məsələ bu qədər əslində sadədir və sadəcə olaraq müharibənin ilkin dövrlərində Kiyevi alıb, tutub, ondan sonra hakimiyyəti dəyişib
öz istədikləri adamı hakimiyyətə gətirib bütün Ukraynanı idarə etməyə çalışırdılar. Nəzərdə tutulmuşdu Qərbi Ukraynada üsyanlar başlaya bilər, oradan imtina etmək olar. Amma ümumilikdə əsas bölgə bunların əlində qalacaq. O alınmadı və o niyyətinə Moskva operativ şəkildə çata bilmədi. Bunun da səbəblərin müxtəlif səbəbləri var, iqtisadi faktor və s. Ona görə növbəti addım kimi müharibənin müddətini uzatmaqla Ukraynanı bütünlüklə neytrallaşdırmaq, yəni Qərbin əlindən, NATO'nun əlindən alınmaq. Ala bildinmi sizcə? Aldı. Zelenskinin təklifi nədir? Biz NATO'ya üzv olmaq istəmirik. Razıyıq. Yəni əgər amma təhlükəsizliyimiz təmin olunsun. Təhlükəsizlik də sənəd üzərində təmin oluna bilər. Problem deyil. Rusiya öz ordusunun bir hissəsini Ukraynanın bu işğal olunmuş ərazilər deyil, digər ərazilərdə uzaqlaşdıra bilər. Müəyyən yumşalma həyata keçirilə bilər. Halbuki bu sözü deyən prezident Zelenski deyək ki 2022-ci ilin yanvar ayında NATO'nun baş katibi Stoltenberg'in artıq Ukrayna və Gürcüstan NATO'ya üzv olmağa hazırdır. Biz prosesləri sürətlendiririk. Və yaxın vaxtlarda üzv ola bilər fikrinə dəstək vermişdi. Məsələn, Ukrayna prezidenti Zelenski. Amma bugün deyir ki, biz NATO'ya üzv olmaya bilərik. Tam olaraq bunu da demir, amma deyir ki, çünki şərtlərdə bu var idi, Ukraynanın gələcəkdə NATO'ya üzvlüyünə qoyulan qadağı aradan qaldırılmalıdır. Şərtlərdən biri də bu idi. Yəni gələcəkdə... İki tərəfli danışır. Üzv olmaya da bilərik, qadağa da qaldırıla bilər. NATO gərək öz əsasnaməsini, nizamnaməsini bütünlüklə dəyişsin. Xüsusilə də o müvafiq maddə var, ərazisində münaqişə olan ölkə NATO'ya üzv ola bilməz. Bir məqama toxundunuz siz ki, Rusiyanın əslində bir planı var idi. Zelenski hakimiyyətə getsin, ora öz istədikləri, yəni ümumiyyətlə də ki, ora... Kiyevi işğal edib, hakimiyyəti ora öz istədikləri şəxsi qoysunlar və modeli yaratsınlar. Əfqanistan senarisi 1970-ci illərdə, yəni SSR-i xüsusi xidmət orqanları prezident Amini devirdilər, onu öz iqamətgahında, sarayında qətlə yetirdilər. O zaman KGB və digər xüsusi təyinatlı, həmin qurumlara bağlı olan xüsusi təyinatlı birləşmələr, hərbi kəşfiyyat baş idarəsinin birləşmələri həmin prezident iqamətgahına hücum etdilər Kabulda, yəni buna hər bəlli tarixi hadisələrdir. Qətlə yetirdilər və öz adamlarını, yəni Sosialist Kommunist Partiyasına hakimiyyətə gətirdilər. İndi dediyiniz planı... Baş tutmadı. Bəli, baş tutmadı. Amma niyə baş tutmadı? Çünki həmin dövrdə Zelenski seçkilərə getmədi. Və Rusiya tərəfi çox deyirdi ki, biz legitim hesab eləmirik Zelenskini, ona görə də onunla danışıqlara oturmaq istəmirik. Və Birləşmiş Ştatlar dövrəyə girir, hansısa müdaxiləni edir. Zelenskini əgər seçkilər keçirərsə, təhlükəsizliyinə zəmanət veriləcəyini bildirir və bundan sonra Zelenski deyir ki, mən seçkilərə getməyə hazıram. Əvvəla onu deyək ki, Zelenski indiki məqamda seçkilərə gedərsə, onun yenidən seçilmə ehtimalı nə qədərdir? Seçilməzsə, Rusiyanın həmin planı dövrəyə girə bilərmi? Yumuşaq siyasətlə proses davam edərsə, yəni müharibə dayanarsa, Rusiya öz ona yaxın olan qüvvələrin hakimiyyətə gətirilməsini təmin edə bilər. Rusiyanın şərtlərində müəyyən müddəalar var, biz o şərtləri görmüşük. Buna Birləşmiş Ştatlar razı olarmı? Təbii ki, rəsmi Moskva, Vaşinqtondan göndərilən sənədə gözünü yumub imza atmayacaq, göz şərtlərini də oraya yazacaq. O baxımdan hesab edirəm ki, Rusiyanın da şərtləri var. Həmin şərtlər Rusiya icmasının fəaliyyətinə normal şərait yaradılmalıdır. Rus dili, ictimai ünsiyyət dili kimi qəbul olunmalıdır. İkinci dil kimi dövlət dili qəbul olunmalıdır. İctimai ünsiyyət dili. İndi o ölkənin mövcud şəraitə, mövcud Ukrayna əhalisinin 2014-cü ilə qədər əhalinin 70%-i hətta Ukraynalılardır belə, Bolqarlar da və digərləri də ünsiyyət dili Rus dilidir. Yəni o inkar etmək mümkün deyil. Yəni demək istəyirəm ki, vəziyyəti öz şərtləri ilə, öz xeyirlərinə müəyyən qədər dəyişə bilsələr, hansısa bir cəhdlər uğurlu ola bilər. Amma
Zelenskinin növbəti prezident seçkilərində əgər keçiriləcəksə iştirak etməsi haqqında indidən fikir bildirmək tezdir. Çünki Zelenski siyasi iddiası olmayan adam olub, yəni bu siyasətçi deyil. Dövlət hakimiyyətinə gəlib, yəni siyasətçi deyil, sadəcə olaraq amma xalqın müəyyən siyasi etimadını proseslərdə qazanmışdı. yox, təbii ki, qazanmışdı. Bilirsiniz, mən müqayisə eləmirəm. Təbii ki, Zelenski demokratik adamdır, Zelenski yumuşaq insandır və s. Amma seçki ilə hakimiyyətə gələn və sonradan özünü doğrultmayan çoxlu sayda hakimiyyət rəhbərləri var. Biz onların adlarını bir-bir saymaq istəməyək. Niyə? Demək olar, Adolf Hitler hakimiyyətə seçki ilə gəlmişdi. Yəni, xalqın böyük sevgisi ilə gəlmişdi. Sonradan isə həmin xalq 100-ə yaxın sui-qəsd planı hazırlamışdı. Həmin xalqın üzdə olan insanları Hitleri qətlə yetirmək üçün. Yəni, bu müqayisə deyil. Amma Zelenskinin növbəti prezident seçkilərində iştirak etməsi artıq bu hələ ki sualdır. Çünki rəsmi Vaşinqton və London bu məsələdə özlərinin siyasi qərarını vermədilər. Rəqibləri kimlər ola bilər? Amma hesab eləyirəm ki, Zelenskinin artıq rəqibləri var və öz komandasındandır, siyasi, daha doğrusu öz saraydandır və bunlar hərbi keçmişi olan şəxslərdir. Bir neçə variant var və Zelenskinin əvəz edəcək həmin şəxs bu münaqişənin bir qədər yumuşalması, münaqişənin həlli ilə bağlı müəyyən addımlar ata biləcək. Amma münaqişənin ümumilikdə dövrü hələ uzun illər çəkəcək və bu tezlikdə bitməsi mümkün deyil. Həm hərbi taktiki baxımdan, ümumiyyətlə aktiv fazanın bitməsi, qısa zamanda bitməsi sual altındadır aktiv fazanın. Çünki Rusiya həmin ərazilərdə strateji məntəqələrə çıxmaq istəyir, strateji və taktiki əraziləri öz nəzarətində saxlamaq istəyir, ölkənin dərinliyinə. Onlardan biri də Pokrovskdır, Kupiansk idi. Hansı ki, özləri deyirdilər ki, Rusiya tərəfi güya işğalına nail olub, amma Ukrayna tərəfi bunu video sübutlarla təksib elədi ki, bu mümkün deyil, dezinformasiyadır sadəcə. Təbii ki, müharibə mən həmişə demişəm, yenə də deyirəm, biz yalnız Ukrayna və Rusiya mediasını izləsək, yəni yalnız Rusiyanı izləsək və yaxud da yalnız Ukraynanı izləsək, bir belə deyək, informasiya müharibəsinin əsrinə çevriləcək. Biz də ona görə çalışırıq hər tərəfdən izləyək. Hər tərəfdən, obyektiv olaq. Yəni orta, yəni neytral informasiya mənbələrinin məlumatları daha doğru olur. Hesab eləyirəm ki, bəli, Pokrovsk və Kupiansk istiqamətində vəziyyət olduqca gərgindir və Rusiya ordu birləşmələrinin taktiki və taktiki irəliləməsi mövcuddur. Bunu inkar etmək düzgün olmazdı. Amma Ukraynada müəyyən məntəqələrdə öz mövqeyini qoruyub saxlamaq üçün uğurlu əməliyyatlar həyata keçirir. Amma bu geniş miqyaslı ola bilmir. Hansısa istiqamətlərdə onu qoruyub saxlamağa çalışır, o əraziləri qoruyub saxlamağa çalışır. Zelenski əgər mərkəzinə qədər gedib oradan video çəkirsə, bu nə deməkdir Ramil bəy? Bu deməkdir ki... Mən bilirsiniz necə, bu günləri informasiya müharibəsi Kupiansk şəhərini, məntəqəsini strateji məntəqə kimi təqdim edir. Strateji deyil, o taktiki məntəqədir. Strateji məntəqə Zaporojye istiqamətində ərazilərin mühasirə halqasının tamamlanmasıdır. Strateji proses budur, yəni məqsəd budur. Zaporojye niyə önəmlidir Rusiya üçün? Zaporojye ona görə... Hara qapı açacaq onun üçün? Əlbəttə ki, Dnepr çayı istiqamətində mövqelərini gücləndirmək üçün. Strateji məntəqə həm Donetsk vilayətini tamamilə işğal etdikdən sonra, ələ keçirdikdən sonra Xarkov istiqamətində əməliyyatları davam etdirməkdir. Xerson istiqamətində çayı yenidən keçərək, deyək, İvanov, Odessa istiqamətinə, Nikolayev və Odessa istiqamətinə hərəkət etməkdir. Məqsəd budur. Yəni, yenə deyirəm, bilirsiniz, biz bu müharibəni keçmişik, müharibəni keçən xalqıq və ermənilər hətta 2020-ci ilin
Vətən müharibəsi dövründə əks hücum əməliyyatları hazırlayırdılar. Müxtəlif istiqamətlərdə giriş cəhdləri olurdu, müxtəlif istiqamətlərdə və oktyabr ayının məsələn 20-si tarixlərində müəyyən qədər irəliləməyə cəhd etmişdilər bu Qubadlı, Cəbrayıl istiqamətində, amma Azərbaycan ordusu onları blokladı və məhv etdi. Və eyni formada da bu mövqe savaşlarıdır. Bugün Rusiyanın həmin ərazidə saxladığı ordu birləşmələrinin sayı, şəxsi heyətin sayı, silah texnika parkının imkanları, silahların Ukraynanın qlobal, geniş miqyaslı müharibə aparılmasına imkan vermir. Mən bunu həmişə deyirəm, bu studiyadan dəfələrlə demişəm. Ümumiyyətlə, fikrim budur, əvvəlki gün, ilk gündən. Ukraynanın bu ərazilərdə geniş miqyaslı əməliyyat keçirtməsi və müdafiə xəttini deyil, yəni Ukrayna müdafiədədir də faktik olaraq, müdafiəni deyil, hücum əməliyyatlarını, hücuma meyilli əməliyyatlara köklənməsi üçün Qərbin, Amerika Birləşmiş Ştatlarının, ümumiyyətlə Qərb düşərgəsinin bu müharibəyə münasibəti dəyişməlidir. Siyasi, hərbi siyasi və müdafiə təyinatlı, yəni, ən yaxşı müdafiə hücumdur. Özünü qorumaq üçün, bəli, silah texnikaları deyil, hücum əməliyyatlarını həyata keçirtmək üçün tədbirlər görmək üçün texnikalar verir. Bu futbolda necədir? Nə qədər müdafiə olunmaq olar? Yəni, nə qədər müdafiə olunmaq olar ki, sən... Və müdafiəyə nə qədər çox oturarsansa, bir o qədər də qol yiyəcəksən qapına. Tamamilə doğrudur. Yəni, əks hücum əməliyyatları da, futbolda da əks hücum əməliyyatları da hər dəfə uğurlu olmur. Çünki onların da qarşı tərəfində müdafiəsi var. Yəni, bu baxımdan demək istəyirəm ki, Ukrayna müharibəsinə Qərbin münasibəti dəyişməlidir. Bəlkə Qərbin özündə bu qətiyyət yoxdur. Qərb çünki indi öz halına yanır və gələcəyi fikirləşir ki, Rusiya bu müharibədən qalib çıxarsa, üzünü Qərbə çevirəcək, Avropa ölkələrinə çevirəcək, Baltikyanı ölkələrin adları çəkildi, sonra Almaniyanın adı çəkildi, Polşanın adı çəkildi ki, yəni Rusiya bunlara hücum edəcək. İndi sanki Qərb öz halını ağlayır və üzünü çevirib öz arsenalını toplamağa çalışır, öz ordusunu formalaşdırmağa çalışır və bu məqamda da biz Birləşmiş Ştatların əlini Avropanın üzərindən çəkdiyinin şahidi oluruq. Oradakı o müttəfiqliyi də Rusiya qıra bildi. Bəzi ekspertlər bunu fərqli cür analiz edir. Deyirlər ki, bu sadəcə icebergin görünən tərəfidir. Əslində isə Birləşmiş Ştatlar arxada öz silah dəstəyini davam etdirir, Avropanın üzərindən Ukraynaya da, elə Avropaya da dəstəyini verir. Amma bu sadəcə Rusiya üçün oynanılan bir səhnəcikdir. Elədirmi sizcə? Bu faktor da var. Mən inkar etmirəm. Əlbəttə ki, oynanılan səhnəcikdir. Hansısa mərhələdə Zelenski deyirlər ki, sən yoxdur və yaxud da Fransaya deyirlər, sən Moskvanı sərt tənqid elə. Bunlar da öz aralarında bir məşhur səhnə var. Donald Trump oturub və... Bəli, onlar da qarşısında. Onlar da onun qarşısında. Bu eyni formada müzakirələr aparılır və bir-birlərinə artıq tapşırıqlar verilir. Hər kəsin öz öhdəliyi var. Kim nəyi deyəcək, hansı addım atacaq və s. Amma ümumilikdə, mən deyim sizə, Avropa siyasi dairələrinin yekdil bir fikri var. Bu proseslər İkinci Dünya müharibəsinin analogu olmaq istiqamətində gedir. Çünki İkinci Dünya müharibəsi başlamamışdan əvvəl Avropa ölkələrinə həm Britaniyanın, həm Amerika Birləşmiş Ştatlarının bir dəstəyi var idi. Siyasi dəstəyi var idi. Amma sonraki mərhələdə həm Amerika Birləşmiş Ştatları, həm Böyük Britaniya Almaniya qarşısında, faşist Almaniyasına bu ölkələri qurban verdilər. Və sərt şəkildə bir neçə ölkənin də rəhbərinə kapitulyasiyaya imza atmağı tələb etdilər. Həm Britaniya, həm Amerika Birləşmiş Ştatları. Tarixdə var, adlarını çəkmək istəmirəm. Və burada da narahatçılıq vardı. Artıq Fransa prezidenti Macron hakimiyyətə gəldiyinin ilk illərində, xatırlayırsınızsa, o Avropa ordusunun yaradılması ilə bağlı Avropa Birliyinin toplantılarının birində konkret çıxış etmişdi və istiqamətlər göstərmişdi. Macron ilk hakimiyyəti dövründə. Və ondan sonra sarı jiletlilər, köynəklər hərəkatı başladı və Paris bir-birinə qarışdı. Çox gərgin bir dövr oldu. Bir il
Fransa hakimiyyəti ancaq bunları sakitləşdirməklə məşğul oldu. Bu onu göstərirdi ki, Amerika buna imkan verməyəcək. Əgər həmin dövrdə Avropa ordusu formalaşsaydı, indi Avropanın ordusunun 1 trilyondan artıq hərbi büdcəsi var idi və onlar özləri rahat şəkildə Ukrayna gedən müharibəni dəstəkləyə bilərdilər. Mövcud vəziyyət prosesin dalana dirəndiyini göstərir. Ya Ukrayna bu məsələlərdə güzəştə getməlidir, Rusiyanın isə güzəşt etmək niyyəti yoxdur. Amerika isə tələsir, Trump, Rusiya ilə iqtisadi əlaqələri formalaşdırmaq üçün. Aydındır. Çox təşəkkür edirəm Ramil bəy. Mən təşəkkür edirəm. Şərhiniz üçün, gəldiyiniz üçün. Çox maraqlı məqamlara toxundunuz. Bir daha tamaşaçılarımızın diqqətinə çatdıraq ki, bugün Berlində Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ və Avropa nümayəndələri arasında görüş başlayıb. Elə yeri gəlmişkən, Volodimir Zelenski də bu barədə öz Telegram kanalında məlumat verib. Görüşdə ABŞ tərəfini prezident Donald Trumpın xüsusi nümayəndəsi Steve Witkoff və onun kürəkəni Jared Kushner təmsil edir. Danışıqlarda Almaniya kansleri Friedrich Merz də iştirak edir deyə Zelenskinin paylaşımında bildirilir.